Hər vaxtınız xeyir Futbol Ofisi TV izləyiciləri, hər birinizi salamlayıram. Mən Elçin Cəfərov transfer gündəmi verilişi ilə qarşınızdayım. Hər zaman olduğu kimi bu dəfə də Azərbaycanda transfer gündəmini dəyərli FIFA agenti İlkin Əliyevlə dəyərləndirəcək. Təbii ki, bu barədə geniş fikir mübadiləsi aparacağıq. Hər zaman olduğu kimi mövzumuz çoxdur, müzakirəmiz boldur. Odur ki, sizi Futbol Ofisi TV YouTube kanalına dəvət edirik. Sizdən ricamız var, xahişimiz var. YouTube kanalımıza abunə olun, izlədiyiniz videoları, yayımları bəyənin, paylaşın ki, daha geniş auditoriyaya gedib çata bilsin. Son buraxılışlardan ilkin başlanğıc olaraq çox məmnunuq, dərin təşəkkürümüzü bildiririk izləmələrə görə. Odur ki, transfer gündəmi başladı. İlkin, xoş gördük. Xoş gördük. Necəsən? Nə var, nə yox? İşlər necədir? Yaxşılıqdır. Sən necəsən? Şükür Allah. İşlər sizdə çox olar bu aralar. İşlər deyən var, bəli. Və transfer hərəkətliliyi var Azərbaycan transfer bazarında. Qazan qaynayır deyək. Təbii ki, azarkeşlərin də gözü klubların edəcəyi transferlərdədir. Səbirsizliklə gözləyirlər və bu barədə təbii ki, sənlə danışacağıq. Mən istərdim elə ilkin olaraq, adına uyğun olaraq sənin, başlayaq bizim təmsilçilərimizin Avrokubok dəyərləndirməsindən. Ümumi bir giriş eləyək, ondan sonra azarkeşlərin gözlədiyi transferlərə keçərik və çox önəmli transfer xəbərləri var bu arada. Əziz tamaşaçılar, əziz izləyicilər, sizin diqqətinizə çatdıracağıq. İlkin Əliyevin bugün çantası doludur, boldur, çox ağır idi, güclə daşıyırdı pilləkənlərdən. Odur ki, bu barədə danışacağıq inşallah. İlk olaraq Qarabağla başlayaq, mən deyərdim. Təbii sabaha biraz daha geniş toxunacağıq. Qarabağın ümumiyyətlə bol qollu qələbəsi və Qurban Qurbanov yeni transferlərin demək olar ki, hamısına şans verdi. Ümumi bu transferləri necə dəyərləndirərdin? Yəni, ümumi olaraq keçmiş, yəni bundan öncəki verilişlərdə Qarabağın transferlərini dəyərləndirmişdik. Belə deyək, yəni Qarabağ zaten favorit idi. İslamiyyət ikinci klubu idi. Keçən mövsüm kubok udmuşlar deyə bu il belə deyək, Avroligada iştirak eləmə hüququ qazandılar. Qarabağ əslində hücum xətti və orta belə deyək, mövqeyə zaten keçən mövsümdən qalan futbolçularla çıxış elədi. Bir sol cinah müdafiəsi, bir də mərkəz müdafiəsi yenə transferlərə şans verdi 2-90 dəqiqədə. Savoya da hücumda. Bəli, əslafla Savo da var idi. Onu mən biraz Junior oxşadıram deyə biləm. Elə biləm, elə köhnədən də o. Belə deyim, Qarabağ yəni qaldığı yerdən davam edir. Yəni Qarabağ belə deyək, o komandaya qarşı 10 dəfə oynasa sonunda da olacaq. Yəni Qarabağ eləməli olduğunu elədi. Yəni yenə deyirəm də bizim üçün artıq Qarabağ elə bir leveldadır ki. Bu arada əziz tamaşaçılar, yəni ilkin heç bir belə deyək, çəkinəcək bir şey yoxdur. Transferlərlə bağlı yəqin gələn zənglərdir. Biraz zəhmət olmasa biz səssizə alaq. Nə yalan deyim, amma gözündə telefonda olsun ki, bir son məlumatları da məhz bizim veriliş vasitəsilə çatdıra bilərsən. Nə yalan deyim, elə transferlə bağlı bir zəng idi. Aha, kim idi? Yəni Türkiyədən bir dostumuzu zəng edibdi. Aha, hansı oyunçuyla bağlı? Yəni özüm keçən verilişdə toxunmuşdum. Hə, Manisa'dakı. İndi Manisanı demirəm, amma Türkiyədə. Amma belə deyim, yəni Qarabağ yenə deyirəm, qələbə qazandı. Mən yenə deyirəm, Labatonu qeyd eləyərdim xüsusi. Möhtəşəm futbolçudur. Bir də çox inanıram ki, məsələn, Kaşuk birinci top ötürməni, yəni qol asistini bəli ötür. Yəni mən inanıram ki, Kaşuk sadəcə olaraq artıq başa düşüb ki, harda oynayır, belə deyək də. Kaşuk sabahçı Kaşuk deyildi Qarabağda. Yəni Kaşukun potensialını hamımız bilirik. Məncə artıq fərqinə varıb. Məncə Qurban müəllim ona əlavə bir şans verib. Bir də sevindiriniz məqamdadır Elvin Cəfərquliyev. Yəni Azərbaycan müstəqillik tarixində yəni deyirəm, Azərbaycan futbolunda həmişə problemli bizdə sol cinah müdafiəçisi olub. Yəni müstəqillik qapıçılarımız olub yaxşı, dayaq müdafiəçisi, mərkəz olub, sağ cinah, amma sol olmayıb. Amma yəni şükürlər olsun, Elvin kimi bir futbolçumuz var və çox sevinirəm ki, həm Qurban müəllimdən, yəni Elvin, yəni belə ortaq bir dil tapdılar. Qurban müəllim şans verdi. Yəni məncə Qarabağ bu oyunda ən sevindiğiniz məqam Elvinlə bağlı idi ki, yenə də futbola qayıtdı. Digər oyunçulara necə dəyərləndirərdin? Savo dediyim kimi, yəni stoperləri. Stoperin işi olmadı axı bu oyun, yəni. Bəli, doğru.
Amma səviyyəsi bəllidir, hardan gəldiyi bəllidir, Macarıstandan gəlib. Yenə deyirəm də artıq Qarabağ o leveldadır ki, Qarabağ seçilsə pis ola bilməz. Yox, aydın məsələdir. Yəni bu maç bir nəyisə dəyərləndirmək adına belə deyək bir açıq etiraf eləyək. Qarabağ adınadır, belə səviyyə baxımından da müəyyən çox ciddi fərqlərin olduğu bir komandaydı. Aydın məsələdir. Hansı ki bir komandanın baş məşqçisi oyundan sonra deyib ki, biz düşünürdük ki 10 top fərqi ilə məğlub olaraq və s. kimi bu cür açıqlamalar verən yəni klubun baş məşqçisinin elə oynatdığı futbolda komandada ortadadır. Amma burada əsas məsələ nədir? Mənim diqqətimi cəlb eləyən oyunçuların oyun planına adaptasiyasının heç də belə ağır keçmədiyini göstərdi. Yəni sanki əzbər oyunu, sanki neçə ildir bu oyunu oynayılmış kimi. Bax, yenə deyirəm, Metin, ən böyük sistemdən əlavə transferlər gecikmədi. Bəli. Yəni təlim məşq toplanışına yetişdi. Mən yenə deyirəm də səhvlər üzərində qurulur da şeydə yaxşı mənada. Məsələn Qurban Qurbanov 10 il bundan qabaq ən problemli mövqe hücumdur. Ya da Dias gəldi. Vaxt olub ki, hücumçu gəlib hücumçusunu oynatmayıblar. Yəni nə mənada hücumçu gəlib seçim olaraq düz olmayıb. Qarabağ ən böyük problemi həmişə hücumçu tapmaq oldu. Amma son illər artıq o belə deyək, o problemi 4 ildir. Duran getdi Selçuk. Düz indi hücumçudur, wingerdir. Axırda yəni hücumda mövqeyində oynayır. Amma bu bir transfer uğurudur. Təbii ki, uğurudur. Yəni bu 200 minə al. Yəni Azərbaycan futbolundan çox 10 milyona sat. Yəni Selçukdan o yana haradır? Artıq İngiltərə Premyer Liqası çempionşipidir. Yəni bu reallıqdır. O da təbii ki, Duranın özündən asılıdır artıq. Biz də bu arada bir söz deyim. İndi Duran gedib deyə o gün elə Emil Emil Əsədovu da salamlayırıq. Bəli, indi Vyetnamdadır, ona da qayıdarıq. Vyetnama gedir. Açığı indi gedir deyəndə ki, artıq aeroportdadır. Çünki bir mənim zəng gəldi, bəlkə mənə aeroporta aparasan, dedim Elçin verilişə çağırdı. O da sənə salam sordu. Aleyküm salam. Çatdırırdı. Elə Emillə biz bir oyuncu tapdıq. Duran gedən kimi. Gənc futbolçudur. Qarabağa təklif etdik. Qarabağa təklif eləmişik. Kimdir? Göndərmişik. İndi Qarabağ futbol klubuna göndərmişik. Bilmirəm, başları qarışıqdır. Normaldır, başları qarışıq. Yox, bəlkə də baxıblar. Yəni mən fikirləşirəm ki, hələ də vaxt eləyə bilməyiblər bəlkə də, çünki oyunlar var ora. Amma inanıram ki, baxacaqlar və yaxud baxıblarsa da belə deyək, bəyənilməyibsə, o da bizim üçün müsbətdir. Nə mənada, yəni ki, deməli bundan yaxşını tapmalıyıq. Hansı çempionatdır? Əslində futbolçu Lüksemburq çempionatındandır, mən sizə açıqlayım. Aha, Lüksemburq. Amma çox cavan oyunçudur və 1 ildir ki, Lüksemburq çempionatındadır. Müqaviləsi var və bu mövsüm, yəni keçən mövsüm 25-26 mövsümündə çox gözəl futbol oynayıb. Yəni həm winger oynayır, həm də hücumçu oynayır. Səhv eləmirəmsə, heç orada statistikada yanıla bilər, amma 15 qolun birbaşa iştirakçısı olubdu. Yəni sırf yaşına görə, yəni çempionat olaraq təbii ki, Lüksemburq çempionatı Azərbaycan çempionatından zəifdir, amma mən həmişə demişəm də, məsəl üçün Promes David gəldi Qalatasarayda qol vurdu. O oyunçunu Belçika klubu Estoniya çempionatından səhv eləmirəmsə almışdı. İndi Promes Davidin 50 milyon qiyməti var. Yəni bir çempionat zəifdirsə, o deməkdir ki, oradakı futbolçu da zəifdir. Aydın məsələdir. Yəni scouting odur ki, oradan bir futbolçunu tapıb dünya futboluna başlayır. Camilo Duranın özünü götürək. Yəni Portuqaliyada 100 dənə klub var. Heç kim görmədi. Qarabağ onu 200-250 min aldı, gəldi indi Celtic Hansı satdı. Yəni iş budur. İş budur, bəli. İndi biz də Qarabağa göndərmişik. Allah qoysa bu yaxınlarda. Neçə yaşı var? 21 yaşı var. 21 yaşı var. Yəni 1 ildir ki, Avropada da Kamerundan gəlibdi. Yəni Kamerun əsillidir. Bəli, Kamerun əsillidir. Lüksemburq çempionatında oynayır. Yəni indi Allah qoysa da bir xəbər gözləyir. Fizikası necədir? Yəni fiziki göstəriciləri. Sırf bilirsən Afrika kökənlidirsə zaten fiziki durumu özün bilirsən. Aydın məsələdir, boy baxımından. Təbiət onlar da elədir. Bəli. Yəni biz mühit onları fərqli formaya. Bəli. Yəni biz belə deyək də, üçün bəyənmişik, bizim bəyənimiz kifayət eləmir. Biz seçmişik, göndərmişik. İndi xeyirlisi Allah qoysa. Xeyirlisi. Biz gördüm Duranın, əslində biz fikirləşmirdik. Sadəcə Duran getdi deyə fikirləşdik ki, artıq bəlkə də ehtiyac. Adını amma açıqlamırsınız. Xeyr. Yəni Qarabağ futbol klubu bəyənər, elə hamımız bir yerdə. Baş hərfi nədir? Məşhur mahnıda deyildiyi kimi. Burası orada şərif deyildi. Orada şərif deyil. Bəli, yəni bu da eksklüziv olaraq sırf transfer gündəmi verilişi üçün İlkin Əliyev açıqladı. Qarabağa bəlkə də bir neçə oyunçunun təbii ki, təklif edilib, fərqli agentlər vasitəsilə ola bilər, amma Qarabağın bilirik ki, daxili yəni klub daxilində scouting sistemi hansı formadadır, kimlər birbaşa bu məsələyə nəzarət eləyir və transfer strategiyasını müəyyənləşdirən təbii ki, Qurban Qurbanovun rəhbərliyi altında çox önəmli və peşəkar scoutlar var, hansı ki, onlar Azərbaycan futbolunda da çox önəmli
izlər buraxıblar. Məsələn, Bəxtiyar Musayevin adını demək, bu Azərbaycan Affanda skauting departamentinin rəhbəridir bu arada. Bizim üçün üzvü məqam var, asıl deyirəm. Labatonun agentinin nömrəsi bizdədir. Yəni biz onunla danışdıq, elədik. Sadəcə olaraq qismət fikrimizdən çıxdı. Labato ilə danışdınız. Agenti ilə danışdınız. Nə vaxt danışmışdınız? Mart və aprel ayları. Mart 100%-dir. Yəni Qarabağa təklif üçün, yoxsa ümumi? Ümumi danışdıq. Yəni biraz baş qarışdı, fikrimizdən çıxdı, Qarabağa təklif eləmədi, amma fikrimizdə var idi. Yəni o mənim başıma bir dəfə də gəlib, sənə demişəm, bilmirəm, yox, Steve Solveig söhbətində. Solveig söhbətində, bəli, Sabah klubu. Yəni Sabah klubu, sağ olsun, Rahim mənə zəng elədim, təbrik elədim. O da xoş Rahim mənim də salamlayırıq. Salamlayırıq, bəli. Yəni inandırım sənin üçün, olur fikrimizdən çıxıb. Steve Solveig mən onun agenti ilə danışanda Neftçiyə, o vaxt Araz Naxçıvanda konferans liqasına getmişdi. Araza, Zirəyə, Qarabağa təklif elədim və beynimdə Sabah da vardı təbii ki. Elə oldu ki, elə maşın sürürdüm, bir də gördüm ki, Solveig Sabahdadır. Sonra baxdım ki, Sabaha göndərməmişəm. Yəni qismət. Təbii indi Lobato ilə də bağlı bu məsələ yenə də mart ayında agenti ilə danışmısınız, amma müəyyən baş qarışıqlıq oldu. Yəni atalar üçdən deyib, Allah üçün sıx eləyir. İnşallah bu təklif etdiyiniz oyunçu bəyənilər. Çünki mən sizin skauting bacarığınıza yaxından bələd olan biri kimi demək istərdim ki, tam əminliklə sizin təklif etdiyiniz oyunçuları izləmək lazımdır. Yəni nələrsə bilirsiniz ki, siz onu təklif etmisiniz. Sabah klubuna gələk. Sabah klubu Çempionlar Liqasına, yəni ilk Çempionlar Liqası maçında, debüt maçında qalib gəldi. Böyük ehtimalla yəqin ki, növbəti mərhələyə də, ikinci təsnifat mərhələsində də vəsiqə qazanacaq. Sabahın transferlərindən yəni bir əsas gördük ki, yəni xüsusilə ötən ilki mövsümki heyəti daha çox oynatdı. Təbii ki, uyğunlaşan bir sistem var, oyuncu qrupu var. Bu oyunu izlədikdən sonra Sabahda çatışmaz hansı mövqedə idi çatışmazlıq? Yəni ümumən Dambrauskas belə deyək, biz həmişə onu Qurbanovdan görmüşük ki, yəni bir futbolçu təzə gəlirsə, məsələn 2 ay, 3 ay, 4 ay ehtiyat oyunçuları skamyasında. Mən Matias Silva'nın özü də idi, bu vazgeçilməz oyuncusudur, amma o təzə gələndə ehtiyat oyunçuları skamyasında idi. Belə deyim, Dambrauskas da o ayla hesabı qaldı. Yəni keçən mövsümki heyəti buraxdı oyuna. Əslində Sabahın yaxşı mənada hansı həyəcanı var idi oyunda? Bir dənə məsuliyyət həyəcanı. Nə baxımdan? İşin məsuliyyətini dərk edirdi. Yəni məsələn Sabah bu Sırvena Zvezda Ferencvaros'a düşdü. Düz indi Ferencvaros yoxdur. Orada başqa komanda çempion oldu bu il. Mən məsəl üçün Sırvena Zvezda Ferencvaros'a düşsəydi, harca Sabah udulsaydı təbii ki, pis olacaqdıq, tənqidlər eləyəcəkdik, amma ümumi olaraq başa düşəcəkdik ki, Sabah da birinci mövsümüdür, yəni rəqib də Sırvena. Amma bu komandanın, bəli, bu komandanı Sabah birbaş yox, 100 baş üstün idi. Yəni oyundan da hiss olunurdu. Yenə Sabahda sadəcə bir dənə həyəcan var idi, məsuliyyət həyəcanı ki, biz komandanı udmalıyıq. O da normaldır. Yəni Çempionlar Liqasıdır, fərqi yoxdur rəqib kimdir, adı Çempionlar Liqasıdır. 60-cı dəqiqədən zaten 3-4 dənə qol vura bilərlər. Yenə də deyirəm məşqçi işi ən incə məqam. 60-cı dəqiqədə Rahman Aliyev dayaq müdafiəsini çıxardır, Embinanı salır hücuma, cərimə meydançasına say çoxluğu yaradır. Düzdür, birinci gol o Embina əvəz etməsinə görə alınmadı. Yəni sadəcə olaraq səfərimizi gün zərbəsi və cərimə zərbəsindən hava topunu Simic qapıdan keçirdi. Amma ikinci gol sırf Dambrauskasın elədiyi əvəz etməkdir. Yəni Simic mərkəzdən topu ötürür. Yəni Embina ilə Paris. Embina çox yaxşıdır. Bəli, yəni müdafiəçini öz üzərinə çəkir. Təbii ki, mən ilk baxışda elə bildim ofsaytdır. Şükürlər olsun ofsayt olmadı. Yəni Sabah fərqi yoxdur. Mən əsl deyim, bu oyun 0-0 qutarsaydı yenə Sabah favorit idi. Və Sabahın bu qələbəsindən sonra belə deyim də artıq rahatsızlıqla demək olar ki, bu mərhələ heç. Yəni düzcə futbol 90 dəqiqədə biz hər şeyi başa düşürük, amma %99% bu mərhələni keçibdi. Yəni ikinci mərhələ idi bu mərhələ. Mən hətta nəyə sevinirəm? Steve Solveig'in qırmızı kart almağına. Niyə? Çünki ikinci sarıdan qırmızı alandan sonra bir oyun buraxırsan da səhv eləmirəmsə. Yəni heç orada Solveig'ə ehtiyac yoxdur. Yəni 2-0 udulub və orada mənim fikrimcə Sabah daha rahat udacaq. Çünki burada komanda komandası qapalı oynayırdı. Orada məcbur hücum oynayacaq və Sabah da əks hücumlardan mən sənə deyərdim ki, yəni burada vurduğu qoldan da çox qol vuracaq. Burada yaratdığı qol epizodundan daha çox qol vuracaq. Hansı mövqeyə transfer lazımdır? Həmişə bu sualı verirəm sənə. Açığı belə deyim də, babi yenə də burada da müdafiə xəttinə iş düşmədi. Müdafiə zaten var, alınıbdı. Yəni 2 dənə Portuqaliya, bir Portuqaliya, bir Cənubi Afrikalı müdafiəçi var. Qapı xətti necə? Qapı xətti biraz mübahisə açıq mövzudur.
Səhv eləmirəmsə Amir Ramazanov alıblar, amma Bəli. belə deyim O də, hansı göstəricilərinə görə alınıb? Mənə maraqlıdır. onu Sabah futbol klubundan deməzdim. Sabah futbol klubunda işləyən qapıçı məşqçisindən məncə soruşmaq daha məntiqlidir. Çünki mən özlüyümdən deyim, qapıçı seçimi biraz çətin bir yerdir. Çünki Lüboy qapıçı, üzr istəyirəm, ayaqları arasından istənilən qapıçı o qədər səmimi ortamdır ki, yəni Yox, ayrı məsələdir. biz Buyur. yəni tamaşaçılar da üzrlü bilsin. İstənilən qapıçı ayağının arasından top buraxır. İstənilən qapıçı çıxışda səhv eləyir. Ona görə qapıçı seçimi, yəni açıq deyirəm, skauting biraz çətin. Bilmirəm, bəlkə də sırf o işdə məşğul olan skautlar var. Baxır deyir ki, bu qapıçı gözəl qapıçıdır, yaxşı qapıçıdır. O ki qaldı Amir Ramazanovun Sabaha getməyinə. Mənim fikrimcə orada veriləcək bir dənə sual elə Dambrauskasadır. Sabahın qapıçılar üzrə məşqçisinədir. Yəni ki, o cavab verə bilərdi. Hansı göstəricilərə görə alınıb? Yəni ki, sözün yaxşı mənasında mən özüm də dinləmək istəyərdim ki, niyə? Qapıçı olar. Niyə? Çünki mən inanmıram ki, belə deyim də, Pakatilova nəsə olsa yəni zədə alsa da belə deyə də, Dambrauskas könül rahatlığı ilə dömdüzü ki, narahat olmayın, Amir Ramazanov var bizdə. Yəni mən inanmıram o sözcüsün. Ola bilərmi ki, bu rəhbərlik transferidir? Adətən klublarda olur da, təbii ki. Mən eşitdiyimə yox, həmişə gördüklərimi danışmışam. Ona görə mən elə görməmişəm deyə. Görsəm, deyərdim ki, Helsin odur. Ola da bilər, olmaya da bilər. Mən demirəm o elə deyil, amma elə də demirəm. Ona görə görmədiyimə görə tam sən əminliyin o söz deyən mənəm. Görsəm deyərdim, tam səmimi edirəm. Belə hücum mövqeyi o gündə dedim. O ki, Embina gəlib, Mikes var, amma mənim fikrimcə Severinla da gəlmişdi. Amma bax, Severinla özü də yəni 25-26 mövsümün çox bərbad yönündə keçirdi o futbolçular. Mən demirəm, amma niyə alınıb? O demək deyil ki, bir mövsüm pis keçirdi, çox pis oyuncusudur. Futbola da qaytarmaq olar, amma yenə də mənim fikrimcə indi gəlib, mən inanıram ki, yaxşı da olacaq. Yəni insanlar Çempionlar Liqası çıxıblar, məsuliyyətdədirlər, boş-boşuna oyun salmazlar. Amma mənim fikrimcə sırf hücumçu mövqeyinə bir dənə də transfer mütləqdir. Və hətta bu Qarabağa göndərdiyimiz futbolçu Sabah futbol klubuna da göndərmişik. Ha, orada təqdim etmişsiniz bu arada. Çünki maaşı da uyğundur, transfer haqqı da uyğundur. Yəni mən azca bir söz deyim, Lüksemburqda aldığı maaş $200.000 civarındadır. O da yazır. Yəni, bəli. Yəni o futbolçu free olsaydı, mən çox rahatsızlıqla deyərdim ki, onu Azərbaycana biz transfer edərdik. Yəni, belə dedik, 7, 8, 9, 10, 11-ci yerlərdə gedən komandalara. Çünki çox qəşəng futbol. Transfer fisi var deyə digər klublara təklif eləmirik. Transfer haqqı var deyə. Yenə deyirəm, mənim fikrimcə əsas odur ki, oyuncuya baxılacaq. Yəni bizim də əziyyətimiz boş-boşuna getməyəcək. Danışmışıq, bəyənmişik, agentindən çıxmışıq, eləmişik. İndi yenə deyirəm də, bu işin əsas məqsədi, baxın artıq futbol dəyişir. Qarabağda sübut elədi ki, Leandro Andrade'dir, Duran'dır. Yəni bu işlər bizim də tapdığımız futbolçular istəyirik. O yöndə olsun ki, gələcəkdə sözün yaxşı mənasında gətirdiyimiz futbolçu həm özü də qazansın, həm klubu da qazandırsın, həm bizi də qazandırsın. Bəli. Bu işin özəyi budur. Zirə Torpedo üzərində mükəmməl futbolla möhtəşəm qələbə qazandı. Bilirik ki, mövsümə belə deyək də, yəni heç gözləmədən qərar çıxarıldı və Zirə də bir sıra futbolçular da artıq istirahətdə idi. Məşqçilər korpusu da yəni yeni mövsümə tam fərqli bir strategiya hazırlamışdılar. Çünki Avrokuboka hazırlıq tam başqa cür olur, mövsümə hazırlıq tam başqa cür olur, planlar yəni bu barədə. Amma yəni çox yaxşı başladı oyun olaraq, səviyyə baxımından üstələdik, oyunçu keyfiyyəti baxımından üstələdik. Bu qələbəni və bu fonda Zirəyə qarşıdakı dövrdə lazım olacaq mövqelər üzrə transferlər hansılar ola bilər? Bu barədə də sənə zəhmət olmasa fikirlərini almaq istərdim. Əslində Rəşad müəllimə buradan həm alqış düşür, həm təşəkkür düşür. Çünki rəqiblər arasında ən çox çəkindiyimiz elə Zirə Torpedo oyunu idi. Yəni o klass söhbəti. O da niyə? Yenə deyirəm, Zirə çox gec başladı azlaşmağa. Özləri də bilmirdilər ki, konferans liqasında oynayacaqlar və mənim orada Torpedodan ən çox çəkindiyim Torpedonun baş məşqçisi idi. Dirk Schuster olmalıdır. Belə bir şeydir. Alman baş məşqçisidir. Yəni bu adam Darmstadtla səhv eləmirəmsə 3-cü liqadan 2-ci liqaya, 2-ci liqadan Bundesliqaya və Bundesliqada ilk sezonda 14-cü pillənin tutan baş məşqçisidir. Yəni belə bir güclü məşqçisidir.
Oradan gör hara gəlib düşür. Düşüb deyəndə ki, yəni bu futboldur. Məncə Almaniyadakı missiyasını qurtarıb gəlib Gürcüstana. Əslində düşməyindən çox torpedanı elə bir maşını tapmağını sevmək lazımdır. O qısıtlı büdcə ilə. Yəni mənim fikrim. Maraqlıdır. Bəli. Və torpedo da elə belə komanda deyil. Niyə? Çünki Zirə ilə oynanan qabaq İberiyanı, Gürcüstan çempionu olmuş İberiyanı Superkubokda udmuşdular. O İberiya Çempionlar Liqasında Floranı çıxırtdı. Mənim çəkindiyim torpedanın baş məşqçisinin Rəşad müəllimin oynatdığı futbolu oxumaq olacaqdı. Amma oxuyub və Zirənin tam hazır olmamağını nəzərə alıb Onda belə çıxır ki, dərsinə yaxşı hazırlaşmayıb. Dərsinə yaxşı hazırlaşmayıb. Yox, mənim fikrimcə Rəşad müəllim onun mat qoydu. Bəli. Rəşad Sadıqov mat qoydu. Bəli. Rəşad müəllim bildiyin adamı oxudu. Yəni bu da fəxr olunması bir şeydir ki, Azərbaycanlı baş məşqçi. Rəşad Sadıqov həqiqətən son dövrlərdə artaraq gedən mütəxəssislərdəndir. Özü də hər zaman deyir ki, davamlı öyrənmək lazımdır və mən şəxsən Rəşad Sadıqov profilini yəni qarşıdakı illərdə daha yüksək yerlərdə görmək istəyirəm. Yəni özünü də mən bildiyim qədər Türkiyə Süper Liqasında arzusudur. Əlbəttə, niyə də olmasın, əlbəttə. Və tanınan, bilinen futbolçu olub orada da. İndi futbol adamı olaraq da çox tanınır Türkiyədə. Və belə deyim də, Litvada mən bildiyim qədər futboldan çox basketbol sevirlər. Yəni oradan Dambrausko kimi Azərbaycana gəlib baş məşqçi işləyən adam çıxırsa, niyə Azərbaycandan bir baş məşqçi çıxmasın ki, ölkə xaricində bizdən çıxmasın? Əlbəttə ki, bu realdır. Biz də Allah qoysa bu işin dalınca düşəcəyik. Çünki necə ki futbolçular... Bu bir ötürmə etdim sizə. Yəni Albaniyasına niyə də olmasın ki, Azərbaycanlı baş məşqçilər getsin. Əlbəttə. Getməyə də layiqləri var arasında. Onlardan biri də doğrudan da Rəşad müəllimdir. Yenə deyirəm, Rəşad müəllim oxumuşdu. Oxudu. Torpedo zəmisi qapıya bir dənə dəqiq zərbəsi oldu. Tam hazırlaşmamış bu nəticəni vermək. Zirənin özü də düzdür, Gürcüstan səfəri biraz bilirsiniz çətindir, orada biraz rəqib azarkeşlərində yəni əgər baskısı ola bilər, amma 3-0 artıq %99% həll olunub deməkdir. Və ən mənə xoş olan məqam hücumda bəzən olurdu ki, orada Volkov yazılır. Volkov demək olar da məncə. Volkov bir də gördüm ki, cinah yarım müdafiəsi mövqeyinə çəkilirdi. Junior Martinsi ilə Eren Aydınla tez-tez dəyişikliklər edirdilər. Yəni, o da yenə deyirəm də Rəşad müəllim tapşırığı əsasında idi. Və bu qələbə tam səmimi deyirəm, Zirə qələbə qazandı. Amma Rəşad müəllimin də, məsələn, Sabah US klubunu, Qarabağ İslandiya klubunu, təbii ki, baş məşqçi amili var öz yerində. Heç kim işin asan. Amma rəqibin dərəcəsi var. Əlbəttə. Belə deyək, Qurban müəllim bir oyunluq o İslandiya rəqibi, İslandiya klubuna qarşı, Vestritdə o komandaya qarşı işi sıxsaydı, Allah eləmək xəstələnsəydi, yenə də Qarabağ udacaqdı. Və yaxud da ki, Sabah Dambrauskası olmasaydı, hansısa bir Azərbaycan sıx möhtəşəm yenirəm, adam gəldi, Azərbaycan kubokuna və çempion. Yəni nəticə. Bəli, Dambrauskasının səviyyəsini. Amma oyun da ortadadır. Dambrauskasının səviyyəsini bu US komandasına öz adam gəldi, zaten səviyyəsini göstərdi. Sadəcə olaraq belə deyim, Dambrauskasının yerinə hansısa bir Azərbaycanlı baş məşqçi olsaydı, məsələn, Tərlan Əhmədov olsaydı, yenə də Sabah bu komandanı udacaqdı. Çünki yenə deyirəm, futbolçuların səviyyəsi həddindən artıq başqa. İndi Zirədə hansı mövqeyə transferlər şərtdir? Və siz təklif eləmisinizmi? Zirəyə təkliflərimiz olub, hətta bu yaxınlarda. Samir Əliyevlə bərabər sənin Verinya gəldi. İndi biz gətirdik bir şey deyə demirəm. Məncə pis oynamadı. Yaxşı təsir var. Yəni mərkəzi ələ almışdı. Samir Əliyevi də salamlayırıq bu arada. Bəli, salamlayırıq. Bu arada qardaş deyilsiniz, Əliyev. Yox. Deyilsiniz. Samir də salamlayırıq. Düzdür, Qismət Əliyev ötürmə elədi, birinci oldu. Bəli. Mən bildiyim qədər Qismət sağ cinah müdafiəçisidir. Məcburiyyətdən oynayır sol cinah. Həm də məncə Zirəyə sol müdafiəsi var, mərkəz müdafiəsi. Təklif eləməmisiniz? Elman müəllimdən xahiş eləmişik. Elman müəllim də təbrik edirik. Yəni idman direktoru oldu. Bəli, idman direktoru. Əslində mən zaten özünə demişəm, deyirdim mən elə bilirdim siz zaten Zirədə idman direktorsunuz. Yenə də təbrik edirik, buradan salamlayırıq. Elman müəllimdən xahiş eləmişik, indi Allah qoca cavab gözləyirik. Biz Zirəyə baxışa bir futbolçu gətirmək istəyirik mərkəz müdafiəçisi olaraq. Yəni biz baxmışıq, mən həmişə demişəm də YouTube-da mənim də videolarımı qoysalar, futbol video, mən də yaxşı futbolçu olacağam, amma futbolçu yaxşı futbolçuya oxşayır. Amma açıq izləmək lazımdır. İzləmək lazımdır. Yaxından izləmək lazımdır. Kevin Medina təsiri bağışlayır, tam səmimi deyirəm. 21 yaşı var, indi Elman müəllimdən hansı ölkədir? Son olaraq Litva çempionatında oynayıb.
belə deyim, sadəcə orada maaş problemləri olub. Hansı ölkəlidir Tam vətəndaş? sən bilirəm o bir fikrimdən çıxıb heç. Hə. Amma o da bilirəm ki, Afrika. Afrikada, hə. Afrika. Bəli. Belə deyim, indi Allah qoysa Zirə Futbol Klubundan da xəbər gözləyirik. Müsbət cavab verərlər, sağ olsunlar, mənfi deyərlər, yenə də sağ olsunlar. Gətirərik futbolçunu, bəyənməzlər, yenə də sağ olsunlar. Çünki yenə deyirəm, bunlar hamısı işin bir parçasıdır, bəli. Sol cinah müdafiəsi, mərkəz müdafiəsi %100-dür və hücum winger. 4 dənə bu mövqeyə var, amma onları əvəzləyəcək. Məsələn, Yegor Bagamovski var da. Mən həmişə demişəm ki, o futbolçu hələ demədi. Ümumən onun Neftini də gətirib bura, niyə gətirib? Neftdən sonra niyə Zirəyə? Adamın bir dənə nəyi var, açıq deyim. 80-cı dəqiqəyəcən 1-0 qələbə qazanırsan, Yegoru burax oyuna ki, Yegor. Yəni son 10 dəqiqə qalıb, məsələn, sağdan girsən, qaç və müdafiə, yarım müdafiə hər yerdə işlə ki, bir dənə rəqib qol vurmasında, yəni sıx onları, pres elə. Yəni mən həmişə demişəm də, Azərbaycan futbolu o qədəmi acizdirmi ki, məsəl üçün belə bir futbolçular, yəni özümüzdə yoxdurmu belə bir futbolçu onu demək istəyirəm. Yəni, ən azından Bagamovski kimi bir futbolçu yetişdirə bilmədiyimi biz, məsələn, Zirə o futbolçunu gətirir, onun qalmaq yeri, yemək yeri, üzr istəyirəm, bilet pulusu, ona görə FIFA, PFL ödəniləcək rüsum. Məsələn, Keita var idi, Qəbələdə indi getdi, o gün paylaşma elədilər. Düzdür, adam gəldi, oynadı, səhvlərimsə Mingəçevirdə də qol vurdu, amma 33 yaşı var. Litva çempionatından gəlir. Mən nəyə gətirəm sözünü? Azərbaycanda ən güclü akademiyalardan biri, indi yaxşı da bu saat Sabah deyə bilərik. Amma vaxt var idi, Qəbələ idi. Yəni Qəbələ səncə karyerasını 33 yaşında Litva çempionatında davam etdirən bir futbolçu qədər Azərbaycana bir futbolçu bəxş eləyə bilmədimi? Müdafiəçidən gedirsən. Bəli. Yəni sənə deyim ki, bu hücumçu olsun, winger olsun. Məsələn, İsmail Akinazi gəlmişdi də, möhtəşəm oyuncudur. Yəni gəldi, Qəbələyə çox gözəl kömək oldu. Çünki birinci dövrədə hücum baxımından çətinlikləri var idi. Səvrəm Sanqarı var idi, istədiyini ala bilmədilər ondan. Amma 33 yaşında bir Litva çempionatından oynayan bir müdafiəçi gəlirsə, əfsuslar olsun bunu deyirəm ki, yəni biz belə bir futbolçu yetişdirə bilmədiyimi, məsələn, Qəbələ bir dənə əlini atsın, desin ki, mənə bir müdafiəçi və yerli bazardan Azərbaycanlı futbolçudan tapsın. Yəni bizim problemimizə bax. 33 yaşında Litva çempionatında oynayan futbolçunu gətiririk. Və o adam gəlir, burada doğrudan da azdan çoxsan indi biraz seçilir də, yəni ki, oynayır. Aydın məsələdir. Biz gör haradan hara gəldik, çıxdıq. Bu transfer mövzusu elədir ki, yəni haçalanır. Yəni danışdıqca mövzudan mövzu çıxır, belə deyək. Bizi düşündürən və daha doğrusu Neftçi azarkeşlərini daha çox düşündürən məsələ Neftçi yeni transferlər eləyəcəkmi? Varqasla bağlı məsələ nə yerdə qaldı? Varqasla bağlı onu deyə bilərəm ki, keçən dəfə dediyim fikirləri yəni təkrar deyil, təkrir deyək, belə deyək. Dediyimiz kimi də oldu, Varqas komanda ilə məşqə çıxmır. Bir mənalı şəkildə İsrail klubuna belə deyək, üz çevirib. Ya Neftçi olmalıdır, ya mən burada məşqə çıxmıram. O yaxşı, göndərməsəniz də oturub maaşımı alacam. Yəni belə deyək də yola verim. Həm ala bilmir. Ala bilməyəcək. Oynamalıdır. Oynamalıdır, yox, hansı futbolçunun haqqı var ki, yəni məşqə çıxmamaq. Sən bir komandanın öhdəli bağlamısan, müqavilə bağlamısan. O da var. Yenə Çox mən düzgün istəyirəm deyirsən. ki, Neftçi gəlsin. Yəni, Aha, aydın. Amma deyir məşqə deyir çıxmır. Yəni belə orada İsrail mətbuatının yazdıqlarına inansaq, yəni belə deyək də məşqə çıxır. Yəni necə mən elə düşünürəm ki, indi onların da yazılışında da müəyyən biraz anlaşılmazlıqlar var. Məşqə çıxır. Yəni o səviyyəni göstərmir, o həvəsi göstərmir. Sən yaz və Zirədə keçən qarşısında bir futbolçu var idi, Utrecht. Hə, Utrecht. O da getdi, gəlmədi. Yox, amma gələndə gördündə Rəşad müəllim necə yaxşı mənada futbol olaraq o baş oynaşdı. Bəli. Özü Avrokubok vacib olduğu bir şeydə gəlmədi. Apardı onu əvəzlərə. O Əhməd tərəfdə stadion var, bir dənə. Royal ikinci liqanın oyunları gedir, bir ara şəkil sərhədsiz. Yox, təzə stadion tikilib orada. Yəni çox təhlükəli bir yerdir də orada da. Yəni bildim. Divarla toplaşırlar. Yəni orada onu əvəzlərlə məşqə çıxartdırdı, elədi. Yəni göstərdi ki, yəni bil də sən yaxşı futbolçu ola bilərsən. Amma səndən də yaxşı var, səndən də böyük var burada.
hara gəldi. Yəni Varqası yenirəm, Nefsiyə gəlməyini mən də istəyirəm. Çünki özün bilirsən mənim Nefsi, amma məşqə çıxmamaq, eləməmək hansısa bir müəyyən bir müddətdə Makkabidə bəlkə də belə deyə də göz yuma bilər. Amma müəyyən bir yerlər var ki, artıq ondan sonra yəni müqavilənin şərtinə hər iki tərəf, klubda, futbolda əməl etməlidir. Düzdür. Yəni həm də ki Makkabi nə deyir ki, deyir 9000. Yəni keçən mən oyunda dedim 9000 yazmısan 9000 feri götürdü. İndi 700 min, 600 min Nefsi eləsən də xoş bizim ağımıza Varqası gəlsin. Amma belə baxanda Makkabi də olmasa böyük ehtimalla 900 min ödənilməyəcək, onu bilirəm. Əfsuslar olsun. Yenə deyirəm, ümumən bax. Belə deyək, bəndə o futbolçu Varqası ötən mövsüm çox yaxşı təsir bağışladı. O da Vernudubun sayəsində dəyişikliklər elədi müəyyən. Amma məsəl üçün gələ bilər, biz bunun çox nümunəsini görmüşük ki, bir futbolçu icarəyə gəlir, o mövsüm ahım-şahım oynayır, fantastik nəticə imza atır, geri dönür, azarkeş təzyiqi ilə, baskısı ilə yenidən o komandaya daha yüksək məbləğdə gəlir, amma o növbəti mövsümdə o keyfiyyəti ala bilmirsən oyuncudan. Artıq müqavilə bəlkə də bağlanır və yaxud da futbol rahat. Ya ondan sonra o keyfiyyət, yəni ötən mövsümki keyfiyyət olmur ortada. Əslində elə futbolçular biraz risklidir. İndi biz Nefsi tərəfdən baxıb prizmadan sevinirik Varqasının belə olmağına. Belə eləyək. Amma məncə riskli məsələ. Riskdən qoy qırağa. Sabahçının məsələsində Varqas gəlir Nefsidə bu mövsüm yaxşı oynayır. Hansısa bir Hollandiya klubu Varqasıma. Varqası məni Makkabi elədi, Nefsində başlasam. Məşqə gəlmirəm, çıxıram, mənə buraxın gedim. Bəli, eləyə bilər. Yəni Makkabi İsrail eləyən, Azərbaycan eləyən, Hollandiya eləyən. Yəni futbolçunun xasiyyətində deməli problem var. O dediyim futbolçunu Nefsidə də göndərmişik. Biləsən. Çünki Nefsinin də Avrokuboklarda oyunu var və mənim fikrimcə hər üç kluba göndərmisiniz. Bəli, çünki yenə deyirəm də o pulu ödəyə biləcək Azərbaycanda. Ancaq o kluba. Transfer fisi nə qədərdir? O da hardasa 150-200 min dollar civarında. Ondan da az Allah qoysa eləyə bilər. Tək ki bir dənə istək olsun. Yenə deyirəm, Nefsinin transferləri var. İndi dünən də yoldaş görüşündə tutdular, amma biraz bilirsən, sən bundan sonra Gravilona heç kimə sata bilməzsən, yaşı. Yaxşı təsir bağışladı. Yox, qəşəngdir, əladır. Amma yenə deyirəm də, sırf Nefsinin alındığı oyuncular bugünsündür. Yəni mən başa düşürəm Nefsində bir tərəfdən ki, çünki Nefsi nəticə lazımdır. Amma yenə də artıq əfsuslar olsun ki, Nefsini bizə elə bir belə bir şey, Nefsi hər mövsüm fərqi yoxdur. Gələn 90 illik idi, 60 illik idi, 75 illik idi. Nefsi hər mövsüm çempionluq oynamalıdır. Çempion olacaq, olmayacaq, o artıq bilinmir. Amma Nefsi mövsüm başlayırsa, çempionluq oynamalıdır. Amma Nefsinin belə deyim də, bu ilkin hələ ki heyətinə baxırsan, Nefsi çempionluq üçün yetərli heyət yoxdur. Məsələn, mövsümün əvvəli biz bilirdik ki, Nefsi hardasa gənc vinger axtarır. İndi bu gənc vingeri göndəririk, bizə xəbər gəlir ki, biz hələ ki risk eləyə bilmərik, gənc götürə bilmərik, amma halbuki axtarırlar. Yəni, bilirsən, biraz qəribə baxışları var. Allah hamısının kömək olsun deyə deyərlər. Amma yenə deyirəm, Nefsi transferləri vacibdir. Mən hələ də inanmıram ki, Verindub Gravilonun mərkəzə gəlməyinə, mərkəz müdafiə sisteminə kifayətlənib. Yox, bildiyimiz qədərlə çox. Bu dəqiqə danışıqlar da gedir bir sıra oyuncularla, təkliflər var. Bəlkə sizin oyuncular da var, təklif dəyərləndiriləcək. Bizə deyilib ki, hücumçu vingerdən başqa heç bir mövqeyə oyuncu lazım deyil. Yəni, bunu da deyim sən. Gedirsə gedməlidir də. Hücumçu Tupsadda, deyəsən, Slav. Bəli. Gəlib, amma mənim fikrimcə biri də lazımdır. %100 lazımdır. Mütləq lazımdır. Bəli, yəni lazımdır. Belə, yəni ki, 8 nömrə o Klinsmann gəldi, Emin var, indi Elvin Camalov var, Emil Səfərov var, hardasa, amma yenə də dayağa. Yəni, Nefsi bu saat elə bir vəziyyətdədir ki, sağa da lazımdır. Sağ cınağa, indi Sako var, Aslan da orada. Aslan da var. Yenə deyirəm, indi Aslan o gün də dedim. Bəli, Aslan Şirin. Aslan, bəli. Amma sənin sözünə qüvvət olsun, bəlkə də bilirsən, Nefsi bu saat çempionatda oynamır deyətək. Bax, 3 dənə komanda keçdi. Azərbaycan futboluna, müstəqillik dövrünün Azərbaycan futbolunun qızıl hərflərlə yazılan həftəsi oldu. Çünki axırıncı bizim hansı, belə dedi, bir həftə üstən klubumuz qələbə qazanmışdı və ən xoş məqam nədir? %100 demək olar artıq, %99. Hamısının növbətləri keçir. 4 komanda olacaq. Bəli, əlavə bir yükdür də. Bax, axırıncı dəfə Samir müəllimin deyə, yox, ondan sonra da Avstriya klubunu uduzduq.
belə Ha, deyək, Avrokuboklar. bəli. Yəni halbuki Rece Kampın zadın dövrü. Rapidlə oynayanda desə uduzduq da. Ya burada 2-1 utduq, getdik orada da Sayev var idi, nə qədər Bəli, vura bilmədi. Tək top oynayırdı orada, ağlı gəldi. Bəli. Yəni Xatırlayıram, bəli, bəli. Neftçi belə deyək, Dinamo-la Çernogoriya Makedoniya klubunda deyəsən onlardan biri ilə düşəcək. Yəni %70-80% Neftçi favoritdir. Əlbəttə. Amma biz o ilə kifayətlənməməlidir. Neftçi zaten mənim yadıma gəlir. Hafnar Fyodorla oynayanda da yəni İzlandiya klubu ilə o vaxt və yaxud da ki Neftçi həmişə birinci mərhələlərdə zaten favorit olub. 97-ci ildə də elə olub, 99-cu ildə də olub. Nə məndə favorit olub, yəni ümid olub ki, keçəcək. Yəni o baxımdan deyirəm favorit olub. Amma son illəri götürəndə favorit. Neftçi qrup mərhələsinin qapısını birinci dəfə açan Azərbaycan futbolunda komandadır. Yəni Neftçi bu saat fikirləşiriksə ki, biz ikinci mərhələni keçdik, bizim üçün uğur deyil. Neftçi bu saat Konferans Liqasının qrupuna düşməlidir. Əsas mərhələ. Bəli, çünki yenə deyirəm, buna həm maddiyyat, həm baza, həm infrastruktura, hər bir şey imkan verir. Gül kimi də məşqçiləri var. Yenə deyirəm, sadəcə olaraq bax o transferləri demək istəyirəm də, yəni yaş o qədər çoxdur ki, Neftçidə. Yəni yaş ortalaması da belə deyək də. Artıq mənim fikrimcə Neftçi rəhbərliyi biraz da gəncləşdirməyə fikir verməlidirlər. Yəni yenə deyirəm 28-29 yaşda hər mövsüm futbolçunu alırsan, 1 il, 2 il, sən yenə də zaten 2 ildən sonra onun yerinə oyunçu almalısan. Sənin sözünə qüvvət, mən bir məsələ demək istəyirəm Neftçi barəsində. Neftçidə Vernudubla davam edilsin. 2 il, 3 il sonra çox fərqli Neftçi izləyəcəyik. Bəli. Yəni bu Vernudubla sona qədər gedilsin, Vernudubun üzərində dayanılsın. Vernudubun dəstək verilsin və Vernudubun futbol ağlı komandada qurulmasında əsas mərkəzdə yer alsın. Neftçi çox böyük işlər görəcək. Bax, sözünə qüvvət olsun. Qarabağda yeni almış solcular müdafiəsi var. Adam çıxır yenə Elvin Cəfərquliyev girir. Bəli. Klasa bax. Orada və eyni zamanda orada gedən mübarizəni də görəcəksən sən. Artıq Elvin rahat olmayacaq və yaxud da ki, yəni mənim yerim hazırdır. Yəni yaxşı da olsam, pis də olsam, yəni məcbur məni oynatmalıdır deyə bir belə də düşüncə olmayacaq. Bu günlərim o məsələdə, yəni artıq o rəqabət var, mübarizlik olacaq orada. Bu da təbii ki, komandanın xeyrinədir. Bəli, Qarabağda səhvləməsə müaddib girdi də. Bəli. Yəni fərqlərə bax, çıxan oyunçu. Amma Neftçidə bu saat yenə deyirəm, mərkəz müdafiəsi. Biraz daha transferlər lazımdır. Qravlon zaten son mövsümlərdə bilmə fikir versə yox, artıq təcrübəsi, hər şey klass. Amma təcrübəsi ilə əslində mən sizə bir şey deyim. Neftçi o təcrübəsi ilə bu mövsüm nələrsə çox şey qatacaq. Yəni Qravlon hələ ki həm də düşüb də biraz. Bəli. Yəni açığı da düşməsəydi Neftçiyə gəlməzdi. Adam düşüb ki Neftçiyə gəlib də. Bəli. Və bu nə deməkdir? Deməli Qravlon sabahsın zədədə ala bilər, zədələnə də bilər. Qravlon zədələndə nə olacaq? Elvin Bədalı və səhv eləmirəmsə Igor Ribeiro da ikisi qalır. Və Murad Xaçayev də məndə ehtiyac oyunçular komandasında. Yəni say olaraq yenə deyirəm, bax Qarabağ kimi Qarabağ keçən mövsüm sırf yorğunluq səbəblərdən biri də oldu ya. Çempionluğu sabaha, yəni hər iki cəhbə, 3 cəhbədə vuruşan məddə belə deyək. Bəli. Həm də Qurban müəllim demişkən də, yəni biraz da sən Stanford Bridge-də, məsələn, Chelsea-lə burada oynamışdıq. Sənin qabağa Chelsea oyunçusu gəlir, bir həftədən sonra boş tribunalar. Yəni açığı da 3-1 belə Qarabağ tutanda Qarabağın dayaq yəni dəfəsi 99% fikirləşir ki, bəlkə də qol vura bilməyəcəklər. Bəli. Biz necə o motivasiyanı verə bilir oynaya. Onu da başa düşürəm mən. O baxımdan yenə deyirəm, Neftçiyə bu saat gələk ikinci mərhələni keçsək, üçüncü mərhələdə kim düşər Allah qoysa bəxtimiz gətirər yenə də zəif. Zəif deyəndə ki, yəni bizim gücümüzə, dişimizə uyğun rəqib. Keçmərik. Amma Neftçi artıq bu il konfransa belə deyək, düşdüyü gündən bəri yəni Neftçinin adı var da, Neftçi xalqın komandası da. Yəni mənim yadıma gəlir, mən uşaq idim. Mən futbola baxırdım müstəqillik dövründə Neftçiyə. Üzr istəyirəm, nənəm, babam gəlib deyirdilər ki, əsasla Azərbaycan oynamağa dönüb də Neftçi oynayır. Yəni Neftçi bizim üçün Azərbaycan idi. O yaşlı nəsil üçün. O baxımdan Neftçi konfransa düşdüyü gündən bəri artıq rəhbərliyi, yəni seçmə mərhələləri qabağına tapşırıq qoymalıdır. Gələn mövsüm konferans liqasının qrupundayıq və çempionluğu oynamağa. Amma biz artıq nə görürük son illərdə Neftçidə? Belə deyək də, bizi örgəşdiriblər ki, 3-cü yeri tutaq. Məsələn, son oyunlarda Neftçinin azarkeşləri sağ olsunlar, stadionu artıq doldurmaya yaxın gəlirlər ki, Neftçi Avrokuboklara düşmək üçün oynayır. O da düşdü.
Amma Neftçi Avrokuboklara düşmək üçün oynamamalı. Neftçi çempionluq üçün oynamalı. Məsəl üçün Azərkeş oyuna son 3-4 tura daha çox gəlməlidir ki, Neftçi çempion ola bilər. Gələn mövsüm hədəf çempionluqdur. Və bu Sən inanırsan? Mən inanıram, çünki bu dəqiqə transfer mən bilirəm, bir hardasa bilmirəm sizin oyunçular da var o siyahıda, yoxsa yoxdur, yalan deyərəm. Təklif eləmisiniz, amma bildiyim qədərilə hal-hazırda yəni çox ciddi danışıqlar gedir. Bir sıra futbolçularla alternativli futbolçular, əsas heyət üzvü ola biləcək potensialda oyunçular aparılır. Zaten əsas heyət üzvü olmayan oyunçular olsa, yəni nə ehtiyacı var? Yəni sənin Neftçi 2 komandasında çox yaxşı uşaqlar var, hansı ki, yəni onların oynatmağın yerinə o uşaqlara şans verilsə daha yaxşı. Sən deyirsən, tək olsun Allah qoysun. Yəni mən bizə deyiləni deyirəm, hücumçu və winger axtarırlar artıq. Amma sən deyirsənsə, hücumçu winger. Bəli, bizə deyilən. Məsələn, Neftçiyə bu dəqiqə mütləq şəkildə 2 stoper lazımdır. Bilirsən, biz İngiltərə Ribeiro məsələsi aydın məsələdir. Ribeiro daha biri Ribeirodur, o aydın məsələdir. Yəni start 11-likdə mərkəzdə oynaya biləcək banko, belə necə deyirlər. Türklər demişkən banko. Yox, Gravilon da var da. O da indi o, yəni Elvin Bədəlov, yəni o deyil də, yəni o deyil. Yəni yaxşı oyunçu ola bilər, potensial. Amma yəni o Neftçini o səviyyəyə qaldıracaq profillər deyil də, başa düşürsən. Elvin ən müsbət cəhəti bir sən nə deyirsən? Mən yenə deyirəm də, Elvin harda oynadığını dərk edir. Adam çox məsuliyyətlidir. Yəni baxırsan ki, Neftçidə bazardığından artıq nə eləmək istəyir, çünki bilir hara gəlib. Ona görə də ona alqış düşür. Amma söhbət ona görə getmir ha, Elvin var deyə bir dənə müdafiə. Söhbət ondan gedir ki, sən əgər Neftçisənsə, bax Qarabağda gəl sayaqda. Nə qədər müdafiəçi var. Hələ də danışıqlar aparmaq istəyirlər, almaq istəyirlər. Yəni hansı Azərbaycan klubunda sol cinah müdafiəsi Elvin Cəfərquliyeva ola gedib bir dənə sol cinah müdafiəsinə legioneri transfer edir. Amma Qarabağ bunu çünki niyə başa düşür ki, bu komanda Avroliqada oynayır. Yəni ən pis variant konfrans. Yəni Qarabağ bu saat elə bir heyət qrupu ki, tam səmimi deyirəm. Avroliqada demirəm, Avroliqa maşallah bu saat səviyyəsi çox qalxıb da. Konfrans liqasına düşsün bu il Qarabağ. Qarabağ minimum yarım finala qədər gələ biləcək səviyyədədir artıq o komanda. Yəni bu reallıq deyilsin. Və ona görə deyirəm ki, Neftçidə sırf müdafiəçi bizə niyə lazımdır? Qardaş, konfrans liqası oynayırsan, yenə deyirəm, Gravilon möhtəşəmdir, səviyyəsi var. Amma Gravilon belə deyə də sabah üçün zədə ala bilər. Çünki yenə deyirəm, bu adam karyerasında düşüşlər var ki, bax artıq Seriya B-dən gəlib. Yəni adam Seriya A-da oynasaydı heç vaxt Neftçiyə gəlməzdi. Çünki bilirdi ki, Seriyada oynayır, ən pis variant Seriyanın başqa komandasını təklif edəcək. Düşüş var. Və bunu nəzərə almaq lazımdır. Bunun hesabatını aparmaq. Sabah Gravilon zədələnsə, Igor Rivera bir dənə oyun saralsa, yəni 3 dənə, 4 dənə saralıb növbəti oyunu buraxılacaq. Və onda axı Verniduba gələcəksiniz. Əlbəttə ki, sən artıq Neftçisənsə, legioner limiti yığışıbsa, sənin sözün yaxşı maddiyyatla bağlı problemin yoxdursa, yəni mənə deyə bilərləri var. Mən şəxsən inanmıram da, yoxdur. Çünki olmamalıdır. Yəni Neftçinin sponsoru da bəllidir. Əlavə sponsorlar da var. Əlavə sponsorları da var. Bileti azarkeşlərə pulla satırlar. Yəni Azərbaycan düzgün normal deyil bu. Yəni mən deyirəm ki, yəni hər şeyi məsələn peşəkar arasında qurmağa çalışırlarsa, mənim fikrimcə Neftçidə bu mövsüm ən pis variant əfsuslar olsun ki, mən fikirləşirəm ki, Neftçi maksimum 3-cü, 4-cü yer üçün oynayacaq. Yəni bu heyət qalsa. Amma Verniduba şans versələr, bir mərkəz müdafiəçi, bir hücumçu, bir winger də əlavə olaraq yüksək səviyyəyə gətirə bilsələr, təbii ki, Vernidubadan artıq tələb edəcəklər ki, qardaş, oyna çempion. Hə, çempion olacaqsan, olmayacaqsan, ola bilər. Oynayacaqsan, ən azından oynayacaqsan. Amma ən azından çempionluq oyna, bəli. İmişliyə keçək. Bəli. Bu İmişlidə çox ciddi struktur dəyişiklikləri oldu. Müəyyən yerlərə təyinatlar gerçəkləşdi və transferlər də olur. İmişlinin yəni Kaşkiliyə hörmətsizlik oldu mu göndərilməsi, yenidən yerli məşqçi gətirildi. Hansı ki, 1-ci divizionda, 1-ci liqada oynayarkən o məşqçi ilə uğur qazanılmışdı, çempionluq hədəfinə ulaşılmışdı, necə deyərlər. Yəni bu ziqzaqlı, belə deyək də, strategiya nəyə xidmət edir? Açığı üçün belə deyim də, indi Kaşkiliyanın getməyi, təbii ki, Kaşkiyə gəldi, bu danılmaz vaxtda imişdə işinin maksimumunu gördü. Amma getmək səbəblərini biz bilməmək. Bəlkə Kaşkiliya elə bir maaş istəyib ki, məsəl üçün deyirəm. Sən bilərsən. Yox, açıq deyirəm, tam səmimi deyirəm, mənim imişlə saz olaraq futbolçum təklif edirəm, bəyənirlərsə götürdülər, sağ olsunlar. Bu arada Yusuf İmanov da transfer olur. O Allah qosa asılacaq, yəni
götürülir. Yəni belə amma Seyxan Fərəcov zaten qışda demişdi istəyirdi. İndi orada idman klubu əfsuslar olsun ki, buraxmadı. Haqları var idi, müqavilələri var idi. Amma biz də sağ olsun Kamran müəllimlə danışmışdıq. Hətta müəyyən bir məbləğ də ödəməyə hazır idilər Seyxan üçün. Razı olmadılar. Elə oldu ki, biz də prekontraktımızı bağladıq. Bilirsən də futbolçunun haqqıdır. 6 ay müqaviləsinə qalmış, istənilən klubundan danışıqlar apara bilər. Biz o haqdan istifadə elədik. Yəni indi Seyxan Fərəcov demişdilər. Mən açıq deyirəm, Seyxan bilirsən Azərbaycan futbolunun böyük bir problemlərindən birisidir. Seyxanın 24 yaşı var. Sən təsəvvür et ki, adam hər il ən azından çempionluqda birinci divizionda Bambaycılar siyahısında olur, düzdürmü? Adamın 24 yaşı var. Seyxan bir dəfə də olsun Azərbaycan milli komandasının formasını geyinməyib 6 yaşda. Aha, 6 yaşda. Yəni indi belə çıxır ki, Seyxan 21 yaşından sonra başlayıb parlamaq. Yəni Seyxan elə yavaş-yavaş püxtələşə, amma bir dəfə şans qazanmayıb. Yəni bax belə Seyxan kimi Azərbaycan futbolunda yüzlərlə futbolçu var. Tam səmimidir amma. Mən açıq deyirəm, qismət olsa bunu %100 demirəm, amma fikrimcə Seyxan elə bir performans göstərəcək kimişdir də. Bu mövsüm. Bu mövsüm. Hətta oktyabr milli komandanın toplaşına Seyxan ən azından siyahıda olacaq. Mən belə düşünürəm. Mən Seyxanı tanıyıram. Seyxanın öz üzərində necə işlədiyini bilirəm. Adam ancaq futbolu düşünür. Mən belə bir şey deyim də sənə, təbii ki Seyxan təbii ki oynadığı futbol birinci liqada aydın məsələdir, ortadadır nəticələr. Amma belə bir deyim var da, biri var birinci liqa oyuncusu var, bir də Premier Liqa oyuncusu. Yəni o birinci liqada sən onu göstərə bilərsən. Təbii ki indi Premier Liqaya sizin sayənizdə şans verildi, transfer etmisiniz, edilibdir Gümüşlü klubu tərəfindən. Siz təklif etmisiniz. İndi ola bilər, alınmaya da bilər. Yəni çünki o səviyyə fərqi də var. Sənin sözündən razıyam. Birinci liqa ilə Premier Liqa səviyyəsi. Mən həmişə demişəm, agent eləyən futbolçudur. Yəni Seyxan öz bazarlığı ilə getdiymişdir. Açıq deyirəm, biz sadəcə olaraq yenirəm agent kimi futbolçuya təklif gələndən sonra biz işə gedib başlayırıq da belə deyək. Yəni Bruno Fernandes'in agenti bizdən artıq deyil də. Sadəcə olaraq Bruno Fernandes elə bir high class ki, bu agenti tanınır. Agent eləyən futbolçudur. Yəni Seyxan da özü qazandı oranı. Necə ki Sadiq Məmmədov, Sadiq də belə deyək, demişinə müqavilə bağlatdırdı. U21-in qapıçısıdır. Yəni milli komandanın qapıçısıdır, potensiallıdır. İndi Yusuf deyirsən, Yusuf da Allah qoysa 1-2 gün həll olunmalıdır. Sən deyirsən ha Seyxan, sənin dediyin söz bizə nə oxşayırsan? Məsələn, gəlirsən iş görüşməsindən deyirsən ki, bu işdə döndü ki, stajın yoxdur. Sən burada ən az 3 ay staj lazımdır. Sən də deyirsən ki, qardaş bir imkan ver işləyim 3 ay. O staja yiyələnir. Mən işləməmişəmsə necə o stajı qazanım? İndi Seyxana da Seyxan tipində o deyirsən birinci. Seyxana sən şans verdinmi Premier Liqada? İndi ona görə deyirəm ki, yəni sizin sayənizdə gəlib indi alına da bilər, alınmaya da bilər. Yəni alınmasa belə, amma səviyyə fərqi göstərəcək özü. Belə deyim də, alınmasa belə. O demək deyil ki, birinci liqada oynayan futbolçunun Premier Liqaya getmək şansı yoxdur. Məsələn, Harry Kane... Yox, var, o nümunələr var. Yəni, Jamie Vardy İngiltərənin 11-ci diviziondan gəldi, Premier Liqada tarix yazdı. Yəni, bilirsən, yenirəm, şans ver. Qoy 15 dəfə birinci liqadan futbolçunu al Premier Liqaya, heç bir oynaya, amma 16-cı tutacaq. Bu aksiyomadır da, bu qoy Seyxanı tutmasın, məsəl üçün, amma başqasına... O heç. Necə olur ki, məsələn, Kalonqa, keçən Mingəsə indi bu gün sabah eşitdim, mətbuatda yazılırdı, indi Kəmərdən. Bəli. Allah qoysa tək alınsın da. Necə olur ki, biz xarici futbolçu gəlir, birinci divizionda oynayır, o gedir rahatsızlıqla. Yəni Kalonqa da maşallah güclü futbolçudur, sevinir yalnız gedir Kəpəzə. Yəni ən azından belə bir xəbərlər var da mətbuatdan belə deyim. Seyxan da özümüzki də Azərbaycanlımız, o da getsin. Yəni bu əslində normaldır. Bilsən, bax, yenə deyirəm, birinci diviziona. Biz bilsən necə baxmalıyıq? Əslində ikinci divizyon hələ ki o səviyyədə deyil də. Bizim birinci divizyon U21-in bazası olmalıdır. Məsələn, İngiltərə U21-ə baxırsan, Portuqaliya U21-ə baxırsan. O heç aydın məsələdir, olmalıdır. Yəni o sistematik zamanla. Çünki yenə deyirəm, yavaş-yavaş. Məsələn, Qəbələ ilə Mingəçevir oynayanda 20% olsa Mingəçevirin Qəbələni udmaq şansı var idi. Amma 5 il bundan qabağa baxanda Premier Liqa ilə birinci divizyon klubu oynayanda avtomatik Premier Liqa klubu, yəni bu il amma məsələn Şaxtaqla Səba ilə indi baxırsan yığdıqları heyətə. Çox möhtəşəm bir mübarizə olacaq da bu iki komanda arasında. Bəli. Və mən sənə deyərdim. Səbaildə bilirsən ki, rəhbərlik də dəyişdi bu arada. Bəli. Yeni prezident klubun yeni sahibi müəyyənləşdi, belə deyək. Və mən deyərdim üçün bu il Premier Liqanın 11-incisi ilə birinci divizionda birinci dəstədə oynayan komandanın ikincisi ilə
bildiyim play-off tamansız mübarizə. Çünki səviyyə fərqi demirəm, yox var, amma yavaş-yavaş qapanmaq üzrə. Bu da müsbətə doğru bir. O da zamanla öz həllini Təbii tapır. ki. Vaxtla. Gələk yeni xəbər eşitdim bu günlərim. Sizin də iştirakınız var, mən biləni. Əsadov agentliyinin hansısa Serbiyalı futbolçunun Vyetnam çempionatına. Yaxınlama qoydum, Emil Gedib. Aha, evet, bəli. Bəlkə də aeroportdadır. Aha. Futbolçunu deyə bilərəm. Yəni danışıqlar artıq demək olar yekunlaşdı. Adı nədir oyunçunun? Andrija Majdevac. Aha. Makreda futbol klubunda oynayır. Stoperdir. Yox, hücumçudur. Hücumçudur. Bəli. Neçə yaşı var? 29-30 belə bir normaldır. Vyetnam çempionatını da işte oynayacaq. Hansı klubdur? Klub orada açığı o uca asılandan sonra hətta birazdan həm də şey asıl həm də bir dənə sən də tam sən bilirəm. Vyetnamdakı klubların adları çox qəlizli, yadda saxlayıram. Tam sən bilirəm. Ona görə orada Emilə zəng elə ki, Emil bəy zəng elə ki, yəni ehtiyatlı olsun da itib batar oralarda. Ya da gedər başqa klubun qarşılar. Yəni Allah qoysa Emil də gedir. Yəni belə deyim, Vyetnam çempionatı yaxşı pul buraxırmı? Bəli. Yaxşıdır, hə, Avropaya nisbətən. Yəni Avropa, bəzidə, yəni bizim ölkələrə müqayisədə, bizim ölkələrlə. Mən açıq deyim, Majdevacın getdiyi komandada alacağı məvazib tam səmirdirəm, Azərbaycanda o məvazibi verəcək 2 klub var. 3 dənə klub 100% deyirəm ki, 3 dənə. Yox, elə harasa Tovuzda ala verəcək 4 dənə, 3 dənə olur. Bəli. Yəni verirlər, təbii ki, onlar da, amma o pulu verirlərsə o demək deyil də, yəni məsələn Portuqaliyadan 23 yaşında bir futbolçu almaq çətin də olar. Çünki onlar da başa düşürlər, yəni Vyetnam çempionatı o. Amma işlər görürlər. İndi qismət olsa yenə deyirəm, Emil gedir, Allah qoysa həm sağ-salamat saxsın ora. Bəli. Yəni oradan da qismət olsa elə promoyla, yəni birbaşa da Türkiyəyə, hə, yəni Türkiyəyə gedəcək, Allah qoysa o birisi işimizdə bitirməyək. Manisaya gedən oyuncu. Bəli. Onu da orada həll edəcək. Bəli. Tamam. Xeyirli uğurlu olsun. Bir də sonda bir klubla bağlı, Premier Liqanın debütantı ilə bağlı, yeni yüksələn Şafa klubu ilə bağlı danışmaq istərdik. Şafada deyilənlərlə əməllər üst-üstə düşmür ümumiyyətlə. Yəni bunu deyim, ötən mövsüm çox böyük danışırdılar ki, yəni həqiqətən böyük danışırdılar ki, yəni Premier Liqaya yüksələk prioritetimiz yerli oyuncular olacaq. Ancaq yerli ilə oynayacağıq. Nə bilim, nə. Amma artıq yəni biz də təbii ki, gülürdük buna. Yəni mən verilişlərdə də demişəm bunu. Yəni bir çoxu ki, yəni bəsdirin də. Yəni bu cür açıqlama ilə, yəni populizmdir bu. Yəni legionersiz sən heç bir iş görə bilməzsən Premier Liqada. Səviyyə də yüksəlir hər şey. İndi görürük ki, legioner transferlər yerli futbolçuların sayından artıq çoxdur, üstəliyir. Bəli, görürük. Yəni ora oyuncu təklif etməmisiniz şəxsən. Kimdir? Olub bir-iki oyuncu hətta qəbul etməyiblər. Qəbul etməyiblər deməyə, yəni belə deyək də, seçilməyib deyək. Yenirəm. Orada futbol sektorunda yer alanlar o qədər möhtəşəm futbol bilikləri var ki, dəhşətli dərəcədə. Hər adamı bəyənmirlər. Yəni sən mənə yaxşı tanıyırsan, ola bilər. Yəni amma belə olub geri dönmüşlər. Hətta mesajlara da geri dönmürlər. Bu arada onu da deyim. Hətta, bəli, yəni mən açıq deyim. Premier Liqada baş gicəllənmə hələ ki hiss olunur onlara. Premier Liqaya yüksəlməyin hələ o çempionluğun ab-havası hələ üzərlərindədir. Məncə Premier Liqanın ilk turunda artıq bir sıra belə deyək silkələnərlər, ayılarlar. Mən üçün bax bir yağda sənəddim. Sən də gördüyü deyirsən, təbii ki, mən sənə səmiyyət və inanıram. O inanmasaydım burada olmazdım. Mən də eşitib yağ dedim veriliş başında. Eşitdiyimlə yox, gördüklərimlə danışıram. Adını da çəkə bilərəm. Orada köməkçi məşqçi var, Zaur müəllim. Mən futbolçuları ona göndərirəm. Sağ olsun. Yəni demirəm, yazan kimi cavab verir, amma ən azından müəyyən bir müddətdən sonra hətta yalan olmasın bir futbolçumuz olub ki, o futbolçu ilə bağlı geri dönüş almışıq. Sonda yəni short list belə deyək də olur orada. Oradan məsələn 3 dənədən birincisi seçilib. Təbii ki, yəni hətta bu veriliş başlamamışdan qabaq Zaur müəllimə bir dənə də futbolçu göndərdim. Danışdım, elədim, həll elədim. İndi görək Allah qoyub bəlkə bəyənəcəklər. Yəni transferdir. Məşqçi bəyənə bilər, köməkçi məşqçi də bəyənə bilər. Amma orada bir nəfər var, o bəyənməlidir əsas odur. Nəysə bu barədə daha ətraflı gələn verilişdə daha ətraflı danışacağam. Hələ ki informasiya toplayıram. Mən bilirəm, belə şeylər Azərbaycan futbolunda var.
mən də çəkinmədən bunları deyirəm. Çünki yenə deyirəm, biz bu FIFA agent lisenziyasını almamışıq ki, ildə 2 dənə, 3 dənə, məsəl üçün Şafaya, Zirəyə, Şamaxıya, Sabaha, Qarqay hamının adını çəkək keçməyiniz. Məsələn, yəni futbolçu verək, dönüb deyək ki, biz agentik. Nəyə gətirəm sözümü? Azərbaycanda kluba futbolçu vermək üçün bəzən FIFA agent lisenziyasına ehtiyac yoxdur. Özüm məndən yaxşı bilirəm. Dostluq, qardaşlıq. Əfsuslar olsun ki, bəli, belə şeylər var, amma zamanla düzələcək. Mən həmişə demişəm də, Azərbaycan futbolu inkişaf eləməyə niyə borcludur? Çünki Azərbaycan futboluna yatırılan pullar və bizim millət futbolu sevir. Tam səmimi deyirəm. Amma məsəl üçün, azca Qarabağın oyunu, Bestir ilə, Sabahın oyunu. Yəni stadiona azarkeşlər gəlir, tamaşaçılar gəlir. Sadəcə futbolu sevdirmək üçün futbol sahəsində işləyən insanlar özləri də futbolu sevməlidir. Əlbəttə. Yəni bu gün futbola gəlmişəm, üzr istəyirəm. Nə qədər imkan var. Varsa pul qazanım. Hə, çıxım gedim. Təbii ki, azarkeş də bilir zamanı. Hər şeyi görür. Bəli. Məsəl üçün niyə Neftçi Qarabağ oyunda, Sabah Qarabağ oyunda, Sabah stadionda olur? Çünki tamaşaçı gəlib 90 dəqiqəni dəyərli xərcləmək istəyir. Bu arada Şəfanın oyunda da olacaq. Yəni Sumqayıt futbol klubu belə deyil. Sumqayıtın mən baxıram indi yaşım ona imkan verməsə. Sumqayıt bəli. 92-ci il. O şəhər o klub uğurlu nəticələrə məcbur deyil. Çünki o şəhər futbolla nəfəs alır. O şəhər 92-93-cü ildə uğursuzluğu qəbul etmək olmaz. Səhv eləmirəmsə Mehdi Hüseynzadə adına Bəli. Mən indi TikTok vasitəsilə sosial şəbəkədə O dövrdə Gənclər Birliyi klubu var idi. Çempionatda nələr eləyirdi. Adam əlindən yaxşı tərpənmə. Amma indi stadionda var. Amma tamaşaçı niyə gəlmir? Çünki Sumqayıt futbol klubunu özünü yalı bilir. Bəli. Çünki o futbol deyil. Sumqayıt futbol klubunda belə deyək də, məsəl üçün Sumqayıtdan söhbət gedir. Sumqayıt futbol klubunda şərt deyil, həmişə çempionluq oynasın, azarkeş gəlsin. Sadəcə bir doğmalıq olmalı. Yəni klub məni təmsil edir. Bu komanda mənim şəhərimi təmsil edir. Yəni Sumqayıt cəmaətdə futbol sevəndir. Yenə deyirəm də Sumqayıtdır, bizim qərbi zonamızdır, Gəncə tərəfi. Yəni bunlar Bakıya ən əsaslı SSR dövründə Neftçiyə futbolçu yetişdirən bir baz olub da, belə deyək. Özlərini orada göstərdilər. Amma biz dağıtmışıq o sistemi. Əlbəttə ki, Sumqayıtda da stadionda olmalıdır və yenə deyirəm, biz bax o yerə gətirəm sənin dediyin sözə. Biz heç kimdən incimirik. Futbolçumuzu götürəcəklər və yaxud da ki, baxmayacaqlar. Sözün yaxşı mənasında bu niyə insan fəxr olunan bir şeydir? Məsələn, Serbiyada futbolçudan çox agent var. Biz bugün əgər Eminlə Serbiyanın futbol klubunun içindən Serb futbolçusunu tapıb Vyetnam klubuna, Vyetnam klubunun prezidentinə göndərib, onunla rahat danışıb bu işi həll edə biliriksə... Niyə özümüz fikirlərlə bunu etməyik? Bəli. Məsəl üçün, mən hərdən Emilə deyirəm, o gün də sənə deyirəm, agent qrupları var, Elçin, baxırsan ki, bir dənə Serb agent yazır ki, Sumqayıt futbol klubu sağ vinger axtarır, atıram. Qəbələ futbol klubu hücumçu axtarır. Amma biz buradan bura Qəbələ futbol klubu hansı mövqelərə futbolçu axtarır, bilə bilmirik. Allah canından saylasın. Yəni ki, üzr istəyirəm, dur bu yalvarası deyilik ki, bizdən futbolçu. Əlbəttə. Yəni, ömrü boyu ola bilməz. Yəni, əgər bu işin sonu yalvarmağa gedirsə, bu işin başını buraxıb, gəlib başqa işlə işləyəcək. Çörəkpalımızı yenə də qazanacaq. Ehtiyac yoxdur. Demir Allah canını saylasın. Fərqi yoxdur, olsun Sumqayıt, olsun Qəbələsi və yaxud da başqası. Məsəl üçün, Sumqayıt olmayacaq, olacaq İmişli. Qəbələ olmayacaq, olacaq Elman müəllim Zirə. Sağ olsun. 2 dənə, 3 dənə Qarabağ olacaq. 3 dənə klub, 4 dənə klub burada olacaq, qapasızıq. Futbolçumuza qismət olacaq, bəyənəcəklər, götürəcəklər. Qismət də olmayacaq, başımızı sözün yaxşı mənasında salacaq, işimizi görüb. Biz onsuz da ilk gündən, belə deyək, başımıza qoymuşuq, biz qlobala çıxacaq. Əlbəttə. Çünki yenə deyirəm, dünyadakı heç bir agent, yəni ən azından mən özümüzdən götürürəm, nə bilik cəhətdən, nə əxlaq cəhətdən, o birinci verilişdədir. Bizlərdən çox bilmirlər. Sadəcə olaraq onların futbola baxışı ayrıdır. Məsələn, Fransanın 3-cü divizyon klubu, transfer büdcəsini ayıranda, atıram, agent komissiyasını belə ayırır. Amma Azərbaycanda niyə futbolçu ilə işləmək çətindir? Futbolçu, yerli futbolçuya dönür ki, agentlə bura gəlmə. Agentə bilirsinizsə baxırlar, gəzən makler. Amma agent bu deyil. Agent futbolçunun karyerasını planlayan, agent həqiqətində, yenə deyirəm, o kitabı oxuyursan, FIFA agenti, yəni çox böyük kitab deyilsin. O kitabda agent çox mötəbər insandır. O kitabı bağlayırsan, gəlirsən Azərbaycan futbolunun içinə. Agent heç nədir? Agent bilirsən, yenə deyirəm də, mən məsəl üçün Elçin, gəl elə səndən misal çəkim, insan istədiyini vurur, demişim. Elçin klub Elçin klub rəhbəridir. Mən də Elçinin dostuyam.
Nə FIFA agent lisenziyasına ehtiyac var, nə bir. Mən Elçinə futbolçu verəcəm. Yəni ona görə də bu FIFA agent lisenziyasını biz almışıqsa, Allahın izni ilə təki sən elə verilişə çağırasan bizi izləyən tamaşaçılar var. Buradan yenə də hamısını salamlayıram. Vallahi həmişə demişəm, onların yazdıqları o gözəl kommentlərdir ki, daha da ilham verir ki, çox sərbəst oluram da, yəni artıq hiss olunur məncə də. Belə deyim, Allah qoysa bizlərə də qismət olsun. Biz artıq bax məsəl üçün avqust ayından yanvar üçün ölkələr də var, klublar da var. Onlara hazırlanır. Rüfəti biz İsrailə göndərdik. Bəli. Məsəl üçün, bax, Varajdinlə yaxşı əlaqələrimiz var. İndi bu saat Kıryaşmanla əlaqələrimiz var. Hətta qismət olsa, Azərbaycanlı bir futbolçumuz var. Tam səmimi deyirəm, bilirsən, bizdə reklamlarımız yoxdur. Olanı deyirik. Portuqaliyadan Azərbaycanlı bizim təmsil etdiyimiz futbolçuya maraq var. Hətta transfer haqqı ödəməyə də razıdırlar. Səbuhi Abdullazadə deyil. Ola bilər. Sumqayıt. Yəni, belə deyim. Mən də çox şey bilirəm. Elə bilmiyorum ki, siz bilirsiniz hamısını. Tək Portuqaliyadan deyil. Digər ölkələrdən də var. O ilə də bağlı iş görürük. Türkiyədən də ola bilər. Yəni, belə deyim. Biz istəyirik ki, məsələn, Azərbaycan futbolunda Emin Mahmudov və Kamran Ağayev bu Avişdə oynayıblar da. Mən Kamran Ağayevi belə şəxsi olaraq tanımasam da, futbolçu olaraq çox böyük hörmətim var, çox istedadlı qapısı oldu. Yəni Azərbaycan müstəqillik dövründə biz belə deyək, yaşı olaraq Dimitri Kramalenkon'u görmüşük. Amma mənim fikrimcə Kamran Ağayev ondan da güclü qapısıdır və Kamranı çox istədiyimdən buradan deyirəm, amma yəni deyirəm, belə tanımıram. Kamran kaş bu Avişdə da qalardı. Kaş qalardı, bu saat Kamran bəlkə də bu Avişdadan da yuxarılara gedərdi. Yəni bu bizim üçün sevindirici bir şeydir ki, biz çalışırıq ki, Azərbaycanlı futbolçunu Portuqaliyaya göndərmək. Yəni Portuqaliya dünyaya futbol ixrac edən bir ölkədir. Bəli, bu gün çox məşhur. Hər ölkədə Portuqaliya agentlikləri və s. Yəni dünənə qədər belə deyək də şirkət olaraq Braziliyalı futbolçular gəlirlər Portuqaliyaya. Bu saat Braziliya klublarında Portuqal idman direktorları işləyir. Bəli. Yəni Portuqallar artıq futbolun özüdür. Bəli. Yəni o gün kommentdə də bir yazmışdı. Portuqaliya yox, Portuqaliya belə bir şey yazmışdı. Portuqaliya deyirsiniz, Portuqaliya. Yəni belə deyək də biz yəni bu işləri də görürük Allah qoysa. Yenə deyirəm, Allahdan xeyirlisi, ruzunu verən Allahdır. Heç kim ona heç kimin əlindən ala bilməz. Əgər o ruzu yazılıbsa, Allah qoysa Azərbaycan futbolunda da mənfilər yavaş-yavaş düzəlməyə doğru gedir. Çünki Azərbaycanda doğrudan Azərbaycan futbolunu sevən insanlar var. Və o insanların sayı bilirsən azan çoxalacaq. O Azərbaycan futbolunu sevən insanlar bu gün 4 nəfərdirsə, sabahsın o 7-8 nəfər olanda o yerdə qalan 4 avtomatik çıxıb gedəcək. Düzdür. Yavaş-yavaş o da düzələcək. Çünki yenə deyirəm, dünənə baxanda agentə münasibət, bu günə baxanda görürsən ki, biraz yaxşı mənada dəyişib. Təşəkkür edirəm İlkin, çox sağ ol. Maraqlı fikirlərin üçün, eksklüziv düzdür, oxu atıb yaya gizlətsən də transfer xəbərləri ilə bağlı. Ümid edirik ki, növbəti buraxılışlarda daha detallı məlumatlar əldə edə biləcək tamaşaçılarımız. Hələ ki, transfer mövzusu davam edir. Bilirik ki, avqust ayına qədər, hətta sentyabrın ilk həftəsinə qədər bu formada davam eləyəcək. Odur ki, sənə dərin təşəkkürümü bildirirəm. Çox sağ ol, növbət dəfə verilişimizə gəldin, rəng qatdın. Əziz tamaşaçılar, transfer gündəminin növbəti buraxılışını təqdim etdik. Son olaraq sizdən növbəti dəfə xahiş edirəm. Foodcast TV-nin YouTube kanalına abunə olun. İzlədiyiniz videoları bəyənin, paylaşın ki, daha geniş auditoriyaya gedib çata bilsin. Yəni, sadə bir belə icra olunası əməldir. Yəni, bir tıklayacaqsınız, abunə olacaqsınız. Yəni, sizdən pul istəmirik, heç bir şey istəmirik. Sadəcə olaraq xahişimiz odur ki, abunə olun və abunə olduğunuz təqdirdə daha fərqli verilişlərlə növbəti periodda qarşınıza çıxmağınıza çox önəmli rol oynayacaq bu. Odur ki, hər birinizə dərin təşəkkürümü bildirirəm. Yeni verilişlərdə görüşmək ümidi ilə Futbol Ofisi TV-də qalın, bizi izləməyə davam edin.